Salam əziz 9-cular. Martın 1-i Dahi Akademinin keçirdiyi buraxılır sınaq imtahanının riyaziyyat suallarının izahına baxaq. 57-ci tapşırıqda tənliklər sisteminin toplama üsulundan həll etmək üçün birinci tənliyi vuraq 4-ə. Demək edəcək 8x üstəgəl 4y 36, 3x çıxılsın 4y bərabərdir 19. Tərəf-tərəfə cəmləsəm 4y-lər islah olar, 11x bərabər olar 55-ə, x bərabər olar 5-ə. X-in 5 qiymətini gətirib birinci tənlikdə və yaxud ikinci tənlikdə yerinə qoysaq, bu zaman olacaq ki, demək 40 üstəgəlsin 4y bərabərdir 36. Buradan 4y tapsaq, edəcək -4, y bərabərdir -1-ə. Misalın şərtində bizdən x plus y soruşulduğu üçün 5 ilə -1-in cəmi edəcək 4. Düzgün cavab B variantı. 58-ci sualda, demək, bərabərsizliyi həll etmək üçün ilk öncə birinci bərabərsizlikdən x-i tapaq. X-i tapmaq üçün hər tərəfi bölək 2-yə. Bu zaman, demək, 4 kiçik bərabərdir 8. Növbəti bərabərsizlikdən y-i tapmaq üçün hər tərəfi vuraq 3-ə. Demək, olacaq, demək, kiçikdir -3, kiçikdir 12. Demək, birinci bərabərsizlikdən x-i tapmaq üçün 2-yə böldük. İkinci bərabərsizlikdən y-i tapmaq üçün hər tərəfi müsbət 3-ə vurduq. Bizdən misal şərtində x üstəgəl y cəmi soruşulduğu üçün mən bu iki bərabərsizliyi tərəf-tərəfə topladım. X üstəgəl y. Əgər bərabərsizliyində birində kiçik bərabər, birində kiçik olarsa, yekun nəticədə yalnız kiçik işarəsi qoyular, bərabərlik işarəsi qoyulmaz. 8-dən 12-nin cəmi 20, 4-lə -3-ün cəmi isə 1 olar. Demək, x plus y 1-lə 20-nin arasında yerləşən bir ədəddir. Məsələdə bizdən bu ifadənin ən kiçik qiymətini tap deyir. 1-lə 20 arasında ən kiçik qiymət 2-dir. Düzgün cavab B variantı. Sual 59-da. Demək, ABC üçbucağında AD, DY və YC tərəfləri bərabərdir. BDY üçbucağının sahəsi 16-dırsa, demək, əgər tərəflər eynidirsə, burada yaranan üçbucaqların hər birinin sahəsi eyni olmalıdır. Yəni, bunun da sahəsi 16-dır, həmçinin digər tərəfdə 16-dır və orta hissədə 16-dır. Bizdən ümumi ABC-nin sahəsini istəyirsə, 16-nı vuracam 3-ə, cavab edəcək 48. B variantı. Sual 60. Demək, tərəfi hündürlüyündən 2 dəfə çox olan. Hündürlüyü x-dırsa, tərəfi hündürlüyündən 2 dəfə çox deyirsə 2x. Rombun sahəsini verib 98. Bilirik ki, rombun sahə düsturu S bərabərdir AH-dır və 2x kvadrat bərabərdir 98 olarsa, x kvadrat 49, x olar 7. Məsələdə bizdən rombun perimetrini soruşur. Rombun demək tərəfi 2 vur 7 olsa tərəf olur 14. Perimetrdə P bərabərdir 4A olduğu üçün 14-ü vurarıq 4-ə, cavab edər 56. Düzgün cavab Y variantı. Sual 61. Demək, tənliyin kökləri. Biz bilirik ki, tənliyin kökü verildikdə birinci yerdə x-i, ikinci yerdə y verilir. Birinci tənlikdə gətirib x-in yerinə 2m qoysam, 2-ni 2m vursam, 4m çıxılsın, 8-in -3m vursam, toplama ilə əvəz olunar, bərabər olar 56-ya. Buradan taparam ki, 28m bərabərdir 56-ya, m bərabərdir 2-yə. M 2-dirsə, 2-ni gətirib yuxarıda nəzərə alsam, onda belə çıxır ki, tənliyin x-i 2 vur 2, 4, y isə -3 vur 2, yəni -6-dır. Bu qiymətləri əldə etdikdən sonra bu cavabları gətirib qoyuram ikinci tənlikdə x-in və y-in yerinə. 3a x, x-in yerinə 4 yazsaq, edəcək 12a, çıxılsın, 2-ni vursam -6-ya, edəcək müsbət 12, bərabərdir -36-ya, 12a bərabərdir -48, a da bərabərdir -4-ə. Demək, düzgün cavab olacaq Y variantı.
Sual 62. Diametr 12-dirsə, bilirik ki, radius diametrin yarısıdır, 6-dır. Dairənin sahəsi düsturu da pi r kvadratdır və edəcək 36 pi. Pi'nin də qiyməti 3 olduğu üçün 36-nı 3'ə vuracaq. Cavab edəcək 108. D variantı. Növbəti sualımız 63. Paralelogramın bucaqları verilib. Demək, bir paralelogram təsvir eləsək, A, B, C, D. Biz A bucağından C bucağına baxsaq, görərik ki, paralelogramın qarşı bucaqlarıdır və bilirik ki, paralelogramın qarşı bucaqları bir-birinə bərabərdir. Bunları bərabərləşdirərək buradan x-i taparıq. X-imiz edər 30 dərəcə. Bizdən soruşur D bucağı. X-imiz 30-dursa, mən gətirib, məsələn, A bucağında x-in yerinə 30 qoysam, A bucağımız edəcək 2 vur 30, 60, üstünə də 10 gəlsəm 70. A bucağı 70-dirsə, bilirik ki, paralelogramın bir tərəfinə bitişik bucaqların cəmi 180-dir. Onda D bucağını tapmaq üçün 180-dən 70-i çıxarıq. Cavabımız edər 110 dərəcə. Düzgün cavab B variantı. Sual 64. Bərabərsizliyi həll etmək üçün 8-i sağ tərəfə keçirirəm. 20, x böyük bərabərdir 10-dan. Bərabəri olduğu üçün qapalı mötərizədə 10-dan müsbət sonsuzluğa. Düzgün cavabımız B variantı. Tapşırıq 65. Düzgün 9 bucaqlının bir xarici bucağı. Çox bucaqlının xarici bucaqlarının cəmi 360 dərəcədir. 9 bucaqlı dediyinə görə bunu 9 yerə bərabər yerə bölürük və bir xarici bucağı düşür 40 dərəcə. Düzgün cavab C variantı. Sonra 66-cı sualda tənliyinin sonsuz sayda həlli olarsa. Tənliyi həll etmək üçün ilk öncə onun x-ini taparıq. 3b plus 6, 2a çıxılsın 5. Tənliyin sonsuz sayda həlli olması üçün onun surəti də, məxrəci də 0-a bərabər olmalıdır. Və bu zaman 3b bərabər olacaq -6-ya, b bərabər olacaq -2-yə, 2a çıx 5 bərabər olacaq 0-a, a bərabər olacaq 5 bölü 2, yəni 2 onda 5-ə. Məsələdə bizdən AB hasili soruşur. -2-ni 2 onda 5-ə vurduqda cavab edəcək -5. Düzgün cavab B variantı. 67-ci sual. Orta xətti 10 santim olan, yan tərəfi 8 olan bərabər yanlı trapesiya. Demək, bərabər yanlı trapesiyadır. Hər iki tərəfi 8-dir. Sonra orta xətti isə 10-dur. Bilirik ki, orta xətt oturacaqları cəminin yarısıdır. Onda buradan A üstə gəl B cəm edəcək 20. Perimetrdə tapmaq üçün 4 tərəfi cəmləyəcəm. Plus 8, plus 8. A plus B'nin cavabı 20-dirsə, 20-nin üstünə 16 gəlirik. Cavab edər 36. Düzgün cavab C variantı. Sual 68. Bir təpədən çıxan diagonal sayı 5 olan. Bir təpədən çıxan diagonal sayının düsturu n çıx 3 ilə hesablanır və diagonal sayının məsələdə verilir 5. Buradan n-i tapsaq, n bərabər olacaq 8. Demək, çoxbucaqlının tərəflərinin sayı 8-dir. Düzgün cavab B variantı. Sual 69-da bərabərsizliyi həll et, ən böyük qiyməti ilə ən kiçik tam qiymətinin ən böyük qiyməti ilə ən kiçik tam qiymətinin hasilini tapın. Demək, sual 69-da. Kəsimin surətinə diqqət eləsək, demək, 2 kökdə 5 çıx 8. Demək, bu eləyəcək kök altında 20, çıxılsın kök altında 64. Buna nəzər eləsək, demək, surət olacaq mənfi. Mənfini biz mənfi ədədə bölməliyik ki, nəticəmiz 0-dan böyük eləsin. Demək ki, kəsrin məxrəci x çıx 2, x plus 3 olmalıdır mənfi. Yəni 0-dan kiçik, ancaq bərabər qoya bilmərik. Çünki kəsrin məxrəci 0-a bərabər olmaz. Bərabərsizliyi həll etmək üçün bunun ayrı-ayrı köklərini tapacaq. Sonra interval üsuluna -3, 2 intervalları ayırarıq. -3-dən solda mənfi ədəd qoysaq, mənfi, hasil eləcək müsbət. -3 ilə 2-nin arasında 0-ı qoysam, mənfi, müsbət. Hasil edəcək mənfi. 2-dən sağda 3 qoysam, hər ikisi müsbət olduğuna görə işarə olacaq müsbət. Soruşulur bizdən
sıfırdan kiçik, yəni mənfi aralıq. Cavabımız olacaq -3 ilə 2. Bizdən də tam qiymətlərinin hasilini istədiyi üçün ən kiçik tam qiyməti -2-dir, ən böyük tam qiyməti isə 1-dir. Bunların da hasili edəcək -2. 69-da cavab olacaq A variantı. Tapşırıq 70. 40 otaqlı mehmanxananın otaqları 2 nəfərlik və 3 nəfərlikdir. Mehmanxanada cəmi 95 yer var. Demək, 2 növdə otaq var. 2 nəfərlik otaqların sayını x-la, 3 nəfərlik otaqların sayını y-lə işarə eləsək, ümumi otaq sayımız olacaq 40. Demək, x otağında 2 nəfər qalırsa, onda adamların sayı 2x, y otağında da 3 nəfər qalırsa, buradakı adamların sayı 3y və cəmi 95 nəfər olduğuna görə bu cəmin də cavabı olacaq 95. -2-yə vursam birinci tənliyi olacaq -2x çıx 2y bərabərdir -80. 2x üstə gəl 3y isə olacaq 95. Tərəf-tərəfə cəmləsəm x-lər gedər, qalar müsbət y bərabərdir 15-ə və bizdən soruşur 2 nəfərliyi soruşur, yəni x-i soruşur. Y-in yerinə aparıb tənlikdə 15 qoysaq, 40-dan da 15-i çıxsaq, x bərabər olacaq 25-ə. Düzgün cavabımız olacaq B variantı. Növbəti tapşırığımız 71. Demək, bölünəni tapmaq üçün böləni vurmalıyam natamam qismətə, üzərinə gəlməliyəm qalığa. Məsələn, şərtində x-in ən böyük qiymətini istəyirsə, demək, mən 35-in üzərinə ala biləcək ən böyük y-i gəlməliyəm. Biz də bilirik ki, qalıq hər zaman böləndən kiçik olur. Bölən 7-dirsə, demək, qalıq ən çox 6 ola bilər. 35-in üzərinə də 6 gəlsək, cavab edəcək 41. Növbəti sualımız 72. Demək, 3x plus 1-i vursaq ax plus b-yə. Nəticə eləməlidir 6x kvadrat çıx 7x çıx 3. Demək, 6x kvadrat vuruğunun yaranması üçün mütləq burada a-nın yerinə 2 dayanmalıdır. Çünki 3x-i 2x-ə vursam 6x kvadrat edir. Demək, a olacaq 2. Sonra, misalın sərbəst həddinə baxsam, burada bir -3 var. Demək, mən 1-i nəyə vursam -3 eləyər? Sözsüz ki, b də olacaq -3-ə. Demək, onda belə çıxır ki, bizim məchul olan vuruğumuz əslində 2x plus 3 vuruğu imiş. Bizdən də a çıxılsın b soruşulduğu üçün 2 çıxılsın -3. Demək, cavabımız olacaq 5. Düzgün cavabımız 5-ə bərabərdir. Növbəti sualımız 73. Ədədlə ədədin 20%-nin cəmi. Demək, ədədimiz olsun, tutaq ki, x. 20%-i də 0.2x. Bunların deyir, cəmi 192-dir. Buradan 1.2x-ımız 192, x bərabərdir. 192 bölünsün 1.2. Bunu bölsək, 19-da 12 bir dəfə, 72-də 6 dəfə. Demək, x-imiz olacaq 160. Həmən ədədi tap deyir, cavab olacaq 160. Sonra 74 nömrəli tapşırıq. 16-nı göstərməliyik 2-nin qüvvəti şəklində. 2 üstü 4 üstü 4. Vur 2 üstü 8. Məxrəc 2-nin kvadratı üstü 10. Bərabərdir. 2 üstü 16 vur 2 üstü 8. Böl 2-nin üstü 20. Üstləri cəmlənər edər 2-nin üstü 24 böl 2-nin üstü 20. Böləndə üstlər çıxılır, 2 üstü 4 qalır və bunu da cavab edir 16. Növbəti sualımız 75. Ədədin qiymətli hissəsi ilə tərtibinin hasilini tapın. Demək, ədədi ilk öncə standart şəkildə göstərməliyik. Bilirik ki, qaydaya görə qiymətli hissə 1 ilə 10-un arasına düşür. 7 tam %52. 1, 2, 3, 4, 5 olacaq, onun üstü 5. Demək, qiymətli hissə olacaq 7 %52, tərtib olacaq 5. Məsələdə bizdən hasili soruşulur.
10, 1 yadda 25, 26, 2 yadda 35, 2 də yadda 37. Demək cavabımız olacaq 37 onda 6. Sual 76. 5 elementli çoxluğun neçə alt çoxluğu var? Alt çoxluqların sayı 2 üstü n düsturundan hesablanır. 2 üstü 5 də bərabərdir 32. Düzgün cavabımız 32. 77. 1,5/3 kəsirinin tərsini. Demək 5-də 8 edəcək. Bunun tərsi də edəcək 8-də 5. Və bizdən tələb olunur ki, bunu onluq kəsirlə ifadə elə. Onluq kəsirlə ifadə etdiriksə, bunun surət və məxrəcini 125-ə vursam, edəcək 1000-də 25, 2 yadda 12, 1 yadda 6. Demək, bu da eləyəcək 0,1000-də 625. Növbəti sualımız 78. Şagird 120 səhifəlik kitabı hər gün əvvəlki gündən 10 səhifə çox oxumaqla. Hər gün əvvəlki gündən 10 səhifə çox oxuyursa. Demək, birinci gün x, növbəti gün 10 səhifə çox. X plus 10, sonra x plus 20, x plus 30. Demək, oxumaqla 4 günə bitirir. 4 günə bitiribsə, demək bu 4 gündə oxuduğu səhifə ümumilikdə 120 eləməlidir. Bunu cəmləsəm, 4x plus 60 bərabərdir 120-yə. 4x-imiz 60, x-imiz edəcək 15. Məsələdə ikinci gün neçə səhifə oxunduğunu soruşur. X-in yerinə 15 qoyuram. 15 üstə gəl 10 bərabər edir 25-ə. Demək, düzgün cavabımız 25 edəcək. Növbəti sualımız 79. ABCD kvadratının xaricinə çevrə çəkilib. Çevrənin radiusu 8 kökdə 2-dir. Çevrənin radiusu 8 kökdə 2-dirsə, onda bunun diagonalı olacaq 16 kökdə 2. Kvadratın diagonalı olacaq 16 kökdə 2. Kvadratın diagonalı 16 kökdə 2-dirsə, bilirik ki, diagonalı D bərabərdir, A kökdə 2-yə bərabərdir. Onda kvadratın tərəfi olacaq 16. Soruşur bizdən rəhli hissənin sahəsini tap. Rəhli hissənin sahəsini tapmaq üçün ümumi dairənin sahəsindən, dairə sahəsinin düsturu pi r kvadratdır. Dairəmizin demək, radiusu 8 kökdə 2-dir. Pi vurulsun 8 kökdə 2-nin kvadratı. Edəcək 128 pi. Bundan çıxmalıyam rəhli hissənin sahəsini tapmaq üçün. Dairənin sahəsindən kvadratın sahəsini çıxmalıyam. Kvadratın sahəsi də s bərabərdir a kvadrat düsturu ilə hesablanır. 16-nın kvadratı edəcək 256. Rəhli hissənin sahəsini tapmaq üçün ümumi dairənin sahəsindən kvadratın sahəsini çıxaram. Və bu cavab olur rəhli hissənin sahəsi. Növbəti sualımız 79, 80. Növbəti sualımız 80. Demək, məsələdə bizdən nə tələb olunur? Deyir ki, tənliklər sisteminin sonsuz sayda həlli varsa. Biz bilirik ki, sonsuz sayda həll olması üçün nisbətləri bərabər olmalıdır. Plus 1, sonra bərabərdir 3b çıx 7. Digər əmsal mənfi olduğuna görə mən mənfini mötərizənin içərisinə verirəm. Yəni yazıram müsbət 8b çıx 3. Bu da bərabər olmalıdır. 2a bölünsün 1 çıx 3a. İndi bunu həll etmək üçün birinci və üçüncü nisbətdən istifadə edəcəm. Birinci və üçüncünü çarpaz vursam, edəcək 4a kvadrat plus 2a bərabərdir. A çıx 6-nı 1 çıx 3a'ya vuracaq. Edəcək a çıx 3a kvadrat çıx 6 üstə gəlinsin 18a. Bir tərəfə keçirsəm, demək olacaq 7a kvadrat. Demək, müsbət a, müsbət 18a, 19a. Sol tərəfə keçəndə çıx 19a olur. 2a'nı da nəzərə alsam, çıxılsın 17a və plus bir dənə də 6. Belə bir kvadrat tənliyi aldıq. Bunu həll etsək, diskriminant 289 çıxılsın 42-ni vurdum 4-ə. 8, 168. Çıxanda cavab edəcək 121. A1 bərabərdir
17 üstə gəl 11 böl 2A. 14, 2 vur 7, yəni 14. Edəcək 2. Digər kökünü tapsaq, digər kökü natural ədəd olmayacaq. Biz də şərtdə vermişik ki, A ilə B natural ədəddir. Demək, belə çıxdı ki, A 2-dir. Ondan sonra A-nın 2 qiymətini gətirirsiniz, yerinə qoyursunuz. Məsələn, bu hissədə qoysam, onda ikinci hissədə oradan B-ni tapacağım. 3B çıx 7 bölünsün. 8B çıx 3 bərabərdir. A-nın yerinə 2 qoyduqda surət 4. 2-ni 3-ə 6, 1-dən 6 çıxsam, -5. Bunu da çarpaz vursam, edəcək 32B çıxılsın 12 bərabərdir. -15B üstə gəlsin 35. Demək, 47B bərabər olacaq 47-yə, B də bərabər olacaq 1-ə. Məsələdə soruşurdu bizdən A ilə B-nin cəmi, 2 ilə 1-in cəmi edəcək 3. Bekün cavabımız olacaq 3. 81-ci sualda bilirik ki, tən bölən bucağı yarı bölür. Və burada alfa bucağı ilə digər tərəfdə bir daxili çarpaz bucağımız var. Daxili çarpaz bucaqlar bir-birinə bərabərdir. Demək, buradakı 3 bucaq istənilən halda bərabər yanlıdır. Demək, tən bölən qarşı tərəfi 2 hissəyə bölür. Parçanın biri 5, digəri 8. Bərabər yanlı olduğuna görə bu tərəfdə 8 olar və perimetri tapmaq üçün 2 vurulsun 8 üzərinə gələcək 13. 8-in üzərinə 13 gəlsə 21, 2-yə vursam 42. İndi ikinci hala baxsaq, ikinci halda demək, qarşı tərəfi 5 8-ə bölüb. Demək, 5-i qoyacam bura, 8-i qoyacam digər tərəfə. Bərabər yanlı olduğuna görə bu tərəfdə 5 olacaq və bir perimetri tapmaq üçün 2 vurulsun, 5 üstə gəlinsin, yazacağım 13. 5-dən 13-ün cəmi edəcək 18, 2-yə də vursam 36. Və perimetrlərinin fərqini istəyir bizdən. 42 çıxılsın 36, cavab edəcək 6. Demək, düzgün cavabımız 6.